Mübtədanın ifadə vasitəsinə görə cümlələrin aşağıdakı ardıcılığa uyğunluğunu müəyyən edin. Burada sənin yerinə başqası işləyəsi deyil. İşləyəsi deyil, xəbər, kim, başqası. Başqası nədir? Sifətdir. Demək, birinci cümlədə mübtədamız ifadə olunubdur sifətlə. Ortadakı evin pəncərəsindən iki silahlı şəxs ətrafa göz qoyurdu. Göz qoyurdu kim? Şəxs. İkinci cümlədə mübtədamız ifadə olunubdur isimlə. Geydiyim igid kürküdür. İgid kürküdür. Nə? Geydiyim. Dığı deyi. Fe'li sifətdir. Üçüncü fe'li sifət. Yəni mübtədamız fe'li sifətdən ifadə olunubdur. Deyirlər bir zamanlar bura dünyanın ən hündür zirvəsi hesab edilib. Hara? Bura. Bura mübtədamızdır. Bu da zərflə ifadə olunubdur. Birinci bizdə gəlir isim. İsim olanı götürək. İsim olan 2. Sonra sifət olan 1'dir. Zərf olan 4'dür. Fe'li sifət olan 3'dür. 2, 1, 4, 3.